6-cı rükun isə əs-sucud alə ə'dəs-səb'a. 7 əza üzərində səcdən edilməsi. Bu 6-cı rükundur. Allah Subhanahu taala ayədə deyir ki: "Ya eyyuhellezine amenu rükû vescudu va'budu rabbakum vef'alul xeyra la'allakum tuflihun." Ey iman gətirənlər, rükû edin, səcdə edin, Rəbbinizə ibadət edin və xeyir əməllər işləyin ola bilsin ki, nicat tapasınız. Burada şeyx deyir ki, Allah Subhanahu taala rükû etməyi əmr etmişdir. Əmr də vacibliyə dəlalət edir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmdən gələn hədisdə Buxari və Müslimdə gəlib, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, "Umirtu an ascuda ala sab'ati a'zumin." Mən 7 əza üzərinə səcdə etməyə əmr olundum. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm sayır, "Aləl cəbhə." Cəbhə üzərinə, cəbhə aradır, yəni alnım. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm burnuna işarə edir, yəni burunla alın ikisi bir yerdə bir sayılır. Sonra vel yedeyn, sonra əllər bu 2 və rükbəteyn. Ondan sonra dizlərin yerdə olması, bundan sonra da sağ sol diz ikisi və atrafil qademeyn və ayaqların yerdə olması, yəni bu ayaq barmaq uclarının yerə qoymaq səcdədə. Şeyx deyir ki, namazda labuddur ki, bu 7 əza hamısı, yəni tam olaraq yəni səcdədə olsun. Yəni səcdə bu 7 rükunun, 7 əzanın üzərində olsun. Bu 7 əza hamısı öz payını, yəni səcdədən götürməlidir. Bunlardan hər hansısa birisi olmazsa, əgər 7 əza üzərində səcdə edilməzsə, qadir olduğu halda namazı, səcdəsi səhih olmaz. Bəzi namaz qılanlardan görürsən, deyir, səcdə etdiyi zaman, səcdə etdiyi vaxtdan, səcdənin əvvəlindən axırına qədər bir ayağı ilə durub obrisi ayağını qaşıyır. Ta səcdə qutarana qədər. İmam səcdədən qalxıb, bu ayağını qaşıya-qaşıyadı, qalxır elə. Belə olduğu halda deyir, onun səcdəsi sayılmır. O 7 əza üzərində səcdə etmiş sayılmır. Bu namazın rükunlarından 6-sı idi, 7 əza üzərində səcdə etmək. Onlardan birisi, yəni alın, burunla birlikdə bu 1, əllər, sağ sol bu 3, ayaq, dizlər 4, 5 və sonra da atrafıl qademeyn, ayaqların uclarında, yəni ayaqlar üzərində barmaqların ucları yerə dəyməlidir səcdədə. Bu da sağ ayaq, sol ayaq, bu 7 əza edir.